Hər kəs azad olmaq istəyir, amma azadlığın təməli məsuliyyətdir. Özümüzdən başqa hamını ittiham edirik, tənqid edirik. Valideynləri, ətrafdakıları, iş yoldaşlarımızı, sistemi. Məsuliyyət bir müəllimin gecə hazırladığı dərsdədir. Bir sürücünün qaydanı pozmamaq üçün əyləcindədir. Yəni, bir futbolçunun mübariz ruhundadır, bir həkimin şəffaf əllərindədir, bir məmurun vicdanındadır məsuliyyət. Həyat mənzərəsini o kədərli bir tərəddüdlə rəngləyən bir neçə ifadə var. Bizlik deyil, bizə də belə deyiblər, müdür bizə belə deyib, düzələr. Bu, fərdin özündən, öz gücündən və təsir imkanlarından imtina etdiyi bir mənəvi qaçışdır. Amma bir gün anlamalıyıq ki, bax, həyatımızda baş verənlər seçimlərimizin nəticəsidir və həyatımıza cavabdeh olmağa başlamasaq, heç kim bizi xilas etməyəcək. Yəni, məsuliyyət bir vəzifə deyil, bu daxili çağırışdır. Tək özünü deyil, ətrafdakıların da, yəni cəmiyyətin də vaxtını, haqqını dəyərləndirmək deməkdir. Fərdlərin məsuliyyəti xalqın şuurunu formalaşdırır. Xalqın şuuru isə bu xalqın gələcəyini təmin edir.